Salam əziz müəllimlər. Bu gün sertifikasiya sınağının izahına baxacağıq bir yerdə. Gəlin başlayaq. Birinci sual. Hərəkəti düz xətli olan 3 cismin koordinatının zamandan asılı qrafiki verilmişdir. Uyğunluğu müəyyən edin. Birinci qrafikdə x t-dən xətt asılıdır, yəni düz xətli bərabər sürətli hərəkət edir. Düz xətli bərabər sürətli hərəkət zamanı qrafikə baxanda, əgər qrafik t oxundan yuxarıdadırsa, deməli v müsbətdir. Və v müsbətdirsə, deməli x oxu istiqamətindədir. X oxu. Onda cisim x oxu istiqamətində hərəkət edir. Birinciyə A uyğundur və sürət müsbətdir, D uyğundur. İkinci qrafikdə x-in d-dən asılılığı sabitdir, yəni koordinat dəyişmir. Koordinat dəyişmirsə, deməli hərəkət yoxdur, yəni cisim sükunətdədir. İkinciyə də C variantı uyğundur. Üçüncü qrafik çaşdırıcı ola bilir. Yəni, bayaq dedik ki, t oxundan yuxarıdadırsa, deməli v müsbətdir. Amma burada elə baxmırıq. Ümumiyyətlə, x-in, s-in qrafiklərini həmişə koordinat başlanğıcına sürüşdürüb, sonra hərəkəti təyin etmək lazımdır. Qrafiki koordinat başlanğıcına sürüşdürsək, görürük ki, qrafik t oxundan aşağıdadır. T oxundan aşağıdadırsa, onda v-si mənfidir. Yəni, x oxunun əksi istiqamətində hərəkət edir. Onda üçüncüyə də uyğundur B və Y. Cavabımız 1AD, 2C, 3BY. İkinci sual. X oxu üzrə düz xətli bərabər təcili hərəkət edən, başlanğıc koordinatı x 0 bərabər 30 olan cismin sürətinin proyeksiyasına zaman asılı qrafiki verilmişdir. 10-cu saniyənin sonunda cismin koordinatını hesablayın deyir. Gəlin koordinatın ifadəsini yazaq bərabər təcili hərəkətdə. X bərabərdir x0 üstəgəl v0 t üstəgəl at kvadratı bölünsün 2. Biz buradan sadəcə x0 bilirik. V0 və a-nı bilmirik. Bərabər təcilli hərəkətdir. Bu zaman a-nı tapanda a bərabərdir. Delta v bölünsün delta t-dir. Buna əsasən 4-cü saniyədə görürük ki, sürətimiz 0-dır. 10-cu saniyədə sürət 12 olur. Onda buna əsasən tapa bilərik. 12 çıxılsın 0 bölünsün. Həmin bu dəyişməyə sərf elədiyi zaman 4-dən 10-a qədər 6 saniyə vaxt sərf edib. Bizim təcilimiz olur 2 metr bölünsün saniyə kvadratı. Təcili tapdıq, artıq V0-ı da tapa bilərik. A bərabərdir, yenə yazırıq, V çıx, V0 bölünsün T. Başlanğıcda sürətimiz V0, 10 saniyə sonra sürətimiz 12 olub. Onda yazırıq. 12 çıxılsın V0 bölünsün T'miz 10'dur. A'mızı da tapdıq 2'dir. Onda 12 çıxılsın V0 bərabər 20 alırıq. Bərabər 20. V0 bərabər -8 metr bölünsün saniyə. A-nı tapdıq, V0'ı tapdıq. Yerinə qoysaq, x0'ımız da 30'dur. 30 çıxılsın 80 üstəgən. A-mız 2 vurulsun, T'miz 10'dur. Kvadratı 100, aşağıda da 2 var. İxtisar gedir. Cavabımız alınır. 30'dan 80 çıxanda -50, üstünə 100 gələndə 50. Növbəti sual. Çevrə üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin mərkəzə qaçma təcilinin dövrətmə perioduna asılı qrafiki verilmişdir. Hansı qrafik mərkəzə qaçma təcilinin çevrənin radiusunun asılılığına uyğundur? Bizə verilən qrafikdə A-nın T-dən asılılığını verib və cavablarda R-dən asılılığını soruşur. Deməli, bu üç kəmiyyətin bir yerdə olduğu düsturu bilməliyik. Çevrə üzrə hərəkətdə mərkəzə qaçma təcilinin düsturu 4 pi kvadratı R bölünsün T kvadratı düsturuna əsasən təyin edəcəyik. Bizə verilən qrafikdə 1-dən 2-yə keçid zamanı period sabitdir və təcilimiz artır. Period sabit, təcil artırsa, deməli radius artıb ki, təcil artır. Onda hər ikisini 1-dən 2-yə keçən zaman həm təcil, həm radius artmalıdır. A ilə B qalır, digər variantları silirsiniz. 2-dən 3-ə keçən zaman
A T'dən tərs asılıdır. Onda deməli R sabit qalmalıdır ki, A T'dən tərs asılı olsun. R'imiz sabit qalmalıdır. A T'dən tərs asılıdır və A'mız azalır. R sabit, A azalır. R sabit, A azalır. B variantına uyğundur. Növbəti sual. Kütləsi 200 kiloqram olan yelkən sürtünməsi səthdə sükunətdədir. Üfüqi istiqamətdə əsən küləyin təsiri ilə yelkən sürətini 4 saniyə ərzində 6 metr bölü saniyəyə çatdırır. Küləyin təsir qüvvəsini hesablayın deyir. Burada əvvəlcə sükunətdədir, sonra külək əsir və yelkən hərəkətə başlayır və sürtünmə qüvvəsi də nəzərə alınmır. Deməli, burada yelkəni hərəkətə gətirən sadəcə küləyin müqavimət qüvvəsidir. Onda deməli, Newtonun ikinci qanununa əsasən yaza bilərik ki, F əvəzləyici bərabərdir MA-dan. Sadəcə küləyin müqavimət qüvvəsi təsir göstərdiyi üçün əvəzləyicinin yerinə sadəcə F müqavimət yazırıq. Bərabərdir M. A-nı tapmaq üçün V çıx V0 böl T yazırıq yerinə. Kütlə 200 vurulsun. Son sürəti 6, başlanğıc sürəti 0 idi. Bölünsün. Zamanımız da 4. Cavab 300 Newton. Bloklar sistemi vasitəsilə şaquli istiqamətdə sabit 2 metr bölü saniyə təcillə qaldırılan cismin kütləsini hesablayın deyir. Gəlin hesablayaq. Eyni ipdə eyni qüvvə deyirik bloklarda. Bura 60-dırsa, yəni bura F-dirsə, F bərabər 60-dır. Buradan gəlirik, onda bu tərəfdə F olur. Bura F-dirsə, burada F olur. Onda tərpənən blokdur. Aşağı isə 2F olur. Deməli, bu cismi yuxarıya 2F qüvvəsi də artır. Aşağıya isə mg ağırlıq qüvvəsi də artır. Və A bərabərdir 2 metr bölü saniyə kvadratı təcillə hərəkət edir. Yuxarıya doğru. Deməli, yuxarıya doğru hərəkət edirsə, onda yuxarıya da artan qüvvə daha böyükdür. Newtonun ikinci qanununa əsasən F əvəzləyici bərabərdir MA. Əvəzləyici böyük qüvvədən kiçik qüvvənin çıxmaqdır. Ona görə deməli, yuxarıya hərəkət edirsə, böyük qüvvə yuxarıya doğru yönələndir. 2F çıxılsın. MG bərabərdir MA yazırıq. Buradan 2F bərabərdir. MG-ni bu tərəfə keçirdib M-i mötərizə xaricinə çıxardanda A plus J alırıq. F-imiz 60 Newtondur. Yerinə qoyuruq. Olur 120 bərabərdir. M vurulsun. Təcilimiz 2, J'miz 10. Deməli, buradan alırıq ki, 120 bölünsün. 10-dan 2, 12. Bizim cismimiz 10 kiloqram imiş. 6-cı sual. Yer səthindən hansı hündürlükdə kosmik cəmiyyət təsir edən ağırlıq qüvvəsi yer səthindən 16 dəfə azdır? Bilirik ki, ağırlıq qüvvəsi məsafədən tərs kvadratik asılıdır. Həm ağırlıq qüvvəsi, həm də sərbəst düşmə təcili bilirik ki, n plus 1-in kvadratı dəfə artıb və yaxud da azalır. İndi burada 16 dəfə azalır deyir. N plus 1-in kvadratını 16-ya bərabər edirik. Onda n plus 1 bərabərdir 4-ə, n bərabərdir 3 alırıq. Bu deməkdir ki, h bərabərdir 3r-ə. Yəni 3 yer radiusuna bərabər olan hündürlük. Sual 7. Cisim yer səthindən 30 metr bölü saniyə sürətlə şaquli yuxarı atılmışdır. 4-cü saniyənin sonunda cismin yer səthindən olan hündürlüyünü hesablayın. Əvvəlcə düsturla həll edək. H bərabərdir. Cisim yuxarı atılıbsa, deməli, yavaş-yavaş hərəkət edir. V0t çıxılsın. JT kvadratı bölünsün 2 düsturuna əsasən təyin edirik. V0-ımız 30. Zamanımız 4 çıxılsın. J10. T'nin kvadratı 16. Bölünsün 2. 120 çıxılsın. 80. Cavab 40. Şifahi necə həll edərik? Cisim 30-dan atılıbsa yuxarı, onda deməli 3 saniyə ilə yuxarı çatır. Yəni H maksimalı. 3 saniyə çatır yuxarı və 1 saniyədə aşağı düşür. 3 saniyə yuxarı çatırsa 5, 15, 25 metr qaydasını tətbiq edə bilərik və 1 saniyədə aşağı düşüb. Yəni 5 metr düşüb aşağı. Onda deməli burada yerdən olan hündürlüyünü soruşduğu üçün bizə bu məsafə lazımdır. Yəni 15 ilə 25-in cəmi. Cavab
yerdən 40 metr hündürlükdə olar. 8-ci sual. Sərtliyi 5 kN/m olan yayın 90 N qüvvənin təsiri ilə mütləq uzanmasını hesablayın deyir. Elastiklik qüvvəsinin düsturunu bilirik ki, mənfi kx-ə bərabərdir, amma hesablama zamanı mənfi nəzərə alınmır. Bizdən x-i soruşur. X bərabərdir F bölünsün K. Burada K kilonewtondan verilib, amma cavabda da millimetr soruşur. Kilo onsuz da 10 üstü 3 deməkdir. Millimetrdə də millimetrə çevirmək üçün də metri 10 üstü 3-ə vurmalıyıq. Yəni 10 üstü 3-lər ixtisar gedəcək. Ona görə ehtiyac yoxdur heç çevirməyə. 90 bölünsün 5. Cavabımız 18. Növbəti sual. Çəkisi 500 N olan cisim üfüqi səthdə 200 N qüvvənin təsiri ilə bərabər sürətlə hərəkət edir. Diqqət etdirmək lazımdır. Cisimlə səth arasında sürtünmə əmsalını hesablayın deyir. Bərabər sürətli hərəkət edirsə, deməli, dartı qüvvəsi ilə sürtünmə qüvvəsi bir-birinə bərabər olmalıdır. Sürtünmə qüvvəsini də üfüqi səth üzərində bilirik ki, sürtünmə qüvvəsi mj-yə bərabərdir. Çəkini verib bizə və bizdən mü-nü soruşur. Mü bərabərdir F dartı bölünsün mj. Dartı 200'dür. Çəki mj də 500'dür. Onda cavabımız 0,4. 10-cu sual. Kütləsi 10 kg olan cisim 100 N qüvvənin təsiri ilə mail müstəvi üzrə hərəkət etdirilir. Cismin aldığı təcili hesablayın. Gəlin baxaq. Bu cisim yuxarıya doğru dartılırsa, mail müstəvi ilə cisim arasındakı sərhəddən aşağıya doğru bir sürtünmə qüvvəmiz var. Və biz də bilirik ki, cismin ağırlıq qüvvəsi tam mərkəzdən düz aşağıya doğru yönəlir və 2 proyeksiyası var. Bizə hərəkətə təsir edən proyeksiya hal-hazırda lazımdır. Onda deməli mj sinus alfadır. Aşağıya doğru yönəlib. Gəlin indi təcil tapaq. Bilirik ki, Newton ikinci qanununa əsasən F əvəzləyici bərabərdir ma. Cisim yuxarıya doğru dartılırsa, deməli yuxarıya doğru dartan qüvvə daha böyükdür. Yuxarıya doğru dartan F'dir. Aşağıya doğru dartan isə sürtünmə ilə mj sinus alfadır. Onda F'dən çıxacağıq. Sürtünmə ilə mj sinus alfanın cəmini çıxacağıq. Bərabər edəcəyik ma-ya. Sürtünmə qüvvəsi necə təyin edirik? Sürtünmə qüvvəsi F sürtünmə bərabərdir mail müstəvi üzərində mü mj cos alfa. Dayağın reaksiya qüvvəsinə əsasən. Reaksiya qüvvəsi mj cos alfadır. Bu da olur mü mj cos alfa. Yerinə yazsaq 100 çıxılsın. F sürtünmənin qiyməti mü'miz 0,2, j'miz 10. 2 vurulsun. M'miz də 10, 20. 20'ni kosinüs alfaya 0,8'ə vuranda 16. Deməli F sürtünməmiz 16'dır. Üstə gəl. mj sinus alfa 100'ü sinus alfaya vuranda 100'ü 0,6'ya vuranda 60 edir. Bərabərdir ma. M'miz 10'dur. 10 vurulsun a. 100'dən 76'nı çıxanda cavabımız 24 edir. 24 bərabərdir 10 a-ya. A bərabərdir 2,4 metr bölünsün saniyə kvadratı alırıq. 11-ci sual. Düz xətlə hərəkət edən cismin impulsunun proyeksiyasının zamandan asılılıq tənliyi P bərabər 20 plus 8 t şəklindədir. Hansı ifadə doğrudur? Deməli, burada yeniləşən yavaşan hərəkət elədiyini soruşur və qüvvəni soruşur. P-nin ifadəsinə baxanda 20 plus 8 t şəklindədir. Görürük ki, zaman keçdikcə impuls artacaq. Zaman keçdikcə impuls artırsa, deməli, sürət artır. Yəni, yeniləşən hərəkət edir. Elə variantların içərisində də yeniləşən hərəkət var. Bəs qüvvəni necə taparıq? Bilirik ki, delta P bərabərdir F vurulsun T, qüvvə impulsu. Buradan F'i tapanda, burada da delta T'dir. Delta P bölünsün delta T. Yəni, P'nin zamana görə törəməsinə bərabərdir. Onda biz P'nin ifadəsindən törəmə alsaq, alırıq 8.
Yəni qüvvəmiz bərabərdir 8-ə, 0-a bərabərdir ifadəsi səhvdir. Hərəkətin əksinə yönəldi, yavaşayan hərəkət edir. Xeyr, bizdə yeniləşən hərəkət edir. Bərabər sürətli deyil, yavaşayan deyil. 12-ci sual. Yuxarı atılmış cismin maksimal potensial enerjisini soruşur. Cisim yuxarı atılıbsa maksimal enerjiyə H maksimal da alır. Yəni ən yuxarı nöqtədə. M-J-ni bilirik, H isə tapmalıyıq. H maksimal bərabərdir. JT uçuşun kvadratı bölünsün 8. Qiyməti yerinə qoysaq 10 vurulsun. 36 bölünsün 8. Cavab 45 metr. Yerinə yazsaq. Evimiz 0.2. J 10 vurulsun 45. Cavab 90. Çol. 13-cü sual. 0.4 kW vurulsun saat işi joule ifadə edin. Biz bilirik ki, A bərabərdir. N vurulsun T. N gücdür və vahidi wattdır. T isə əsas vahidi saniyədir. Onda deməli joule watt vurulsun saniyədir. Bizdə isə kilovat vurulsun saatdır. Gəlin çevirək. 0.4 vurulsun. Kilo 10 üstü 3 deməkdir. Saatı saniyə çevirəndə isə 3600-ə vururuq. Burada deməli 1 sıfırı vursaq 4 edir. 4 36-ya vuranda 144. 1 0 3 0 yanına da 4 0. Yəni cavabımız 14-cü sual. Birinci kran yükü H hündürlüyə 5 saniyə, ikinci kran isə eyni yükü həmin hündürlüyə 2 saniyə qaldırır. Bu kranların faydalı güclərin nisbətini hesablayın. Bilirik ki, faydalı gücün düsturu N faydalı bərabərdir. A faydalı bölünsün T. H hündürlüyünə qaldırılır. İkinci dəfə də eyni hündürlüyə qaldırılır. Bizim faydalı işimiz MCH-dır. Eyni hündürlüyə qaldırıb deyə işlər eynidir. Yəni işə baxmırıq. Faydalı gücün zamandan asılılığına baxırıq. Onda N2 bölünsün N1 bərabər olmalıdır. T1 bölünsün T2-yə. Yəni zamandan tərs asılıdır. Birinci dəfə 5 saniyəyə qaldırır. İkinci dəfə isə 2 saniyə. Onda deməli N2 bölü N1 2.5-ə bərabərdir. 15-ci sual. Faydalı işi verib, fiyəni verib və tam işi soruşur. Faydalı iş əmsalının düsturu A faydalı bölünsün A tam vurulsun 100%'dir. Buradan A tamı tapsaq A faydalı vurulsun 100% bölünsün eta. Faydalı işimiz 180 vurulsun 100% bölünsün 90. İxtisarcıdır 2. Cavab 200. İpə bağlanmış cisim harmonik rəqs edir. Cismin təcili maksimum olduğu anda hansı fiziki əməliyyat sıfıra bərabərdir? Deməli, harmonik rəqs zamanı, ümumiyyətlə mexaniki rəqs zamanı V, P impuls, sürət impuls və kinetik enerji eyni cür dəyişir. Yəni, sürət artanda impuls da artır, kinetik enerji də artır və yaxud da azalır eyni anda. Və F, qüvvə, təcil, yer dəyişmə, bir də potensial enerji. Bunlar isə bir cür artır. Yuxarıdakılar maksimum olanda aşağıdakılar minimum olur, yəni 0 olur. Aşağıdakılar maksimum olanda yuxarıdakılar 0 olur. İndi bizə deyək ki, təcil maksimaldır. Onda yuxarıdakılar 0-a bərabər olacaq. Sürət, impuls və kinetik enerji variantlardan baxırıq. Sadəcə impuls var. 17-ci sual. Şəkildə tezliyi 0.5 Hz olan N dağa təsvir olmuşdur. Dağının yayılma sürətini hesablayın deyir. Dağının yayılma sürəti V bərabərdir. Lambda nü düsturuna əsasən təyin olunur. Dağ uzunluğumuz bir rəqs zamanı dağının qət elədiyi yoldur. Dağ uzunluğunu 2 qabarıq və yaxud da 2 çökük arasındakı məsafəni təyin eləməklə tapa bilərik. Gəlin 2 qabarığı seçək. Yəni bu məsafədir. 1, 2, 3, 4, 5, 6, 7, 8 damadır. Hər dama 5 desimetrdir. Onda deməli bizim lambdamız 40 desimetrə bərabərdir. Cavabımız isə metrləndir. Ona görə deməli desimetri metrə çevirəndə 10-a bölürük. Yəni olur 4 metr. Yerinə qoysaq 4 vurulsun 0.5 2 metr bölünsün saniyə. Qabların dibinə suyun göstərdiyi təzyiq qüvvələri arasında hansı münasibət doğrudur? Belə suallarda diqqətli olmaq lazımdır. Bəzən su dolu qabın yerə göstərdiyi təzyiq qüvvəsini soruşa bilir. Burada isə suyun qabın dibinə göstərdiyi qüvvəni soruşur. Onda
F bərabərdir. P vurulsun S düsturuna əsasən. Burada suyun göstərdiyi təzyiqdən danışdığı üçün suyun təzyiqinin yerinə rho, J, H yazırıq. Bir də vurulsun S. Onda deməli F-imiz həm H-dan həm S-dən düz asıdır. Yazarıq. F1 bölünsün F2 bərabər H1 S1 bölünsün H2 S2 bərabərdir. Birinci qabda hündürlüyü H-dır və oturacağının sahəsi 2S-dir. İkinci halda hündürlük H bölünsün 2-dir və oturacağı S-dir. S-lər H-lar ixtisar gedir. 2 qalxır yuxarı. Alırıq 4. Buradan F1 bərabərdir. 4 F2 alındı. 19-cu sual. Kütləsi 12 kg olan cismin həcminin yarısı suya bataraq üzür. Cismə təsir edən Arximed qüvvəsini hesablayın. Verilənlərdən asılı olmayaraq üzür sözünü görəndə Arximed qüvvəsi mc düsturundan təyin olunur. Niyə belə olur? Çünki üzəndə aşağıya dartan qüvvə ilə yuxarıya dartan qüvvə bir-birinə bərabərdir ki, cisim üzür. Aşağıya da ağırlıq qüvvəsi artır, yuxarıya da Arximed qüvvəsi itələyir və bunlar bir-birinə bərabər olur. Onda ağırlıq qüvvəsi mg, m-imiz 12-dirsə 120-yə bərabərdir. Paskal bölünsün joule hansı fizik cəmiyyətin vahididir? Paskal bilirik ki, təzyiqin vahididir. Yəni P bərabərdir F bölünsün S-dir. Yəni Newton bölünsün metr kvadratı. Paskalın yerinə qoyaq onda Paskal bölünsün joule-da. Paskalın yerinə Newton bölünsün metr kvadratı yazırıq. Bilirik ki, joule-da Newton vurulsun metr deməkdir. Newton vurulsun metr. Newtonlar gedir metr kvadratı aşağı düşür. 1 bölünsün metr kubu olur. Bu da konsentrasiyanın vahididir. N bərabərdir. N bölünsün V düsturuna əsasən. Sayın vahidi yoxdur. Həcmin vahidi metr kubudur. Ona görə olur 1 bölünsün metr kubu. Yəni metr üstü mənfi 3. 21-ci sual. Verilmiş kütləli ideal qazın təzyiqinin temperaturun asılı qrafikini verir və həcmi necə dəyişdiyini soruşur. Gəlin əvvəlcə AB hissəsinə baxaq. AB hissəsində görürük ki, P konstantdır. T'miz isə artır. P sabit olanda T artırsa, həcm də artır. BC hissəsində isə P T'dən düz asılıdır. Onda deməli V konstantdır. V dəyişmir. İki cəmiyyət dəyişirsə, izoproseslər də iki cəmiyyət dəyişirsə, digəri sabit qalmalıdır. Onda deməli V artır, dəyişmir. Bu variant olur. 22-ci sual. Verilmiş kütləli ideal qaz üzərində proses göstərilmişdir. 1-2 prosesində daxili enerji 20 kJ artıb. 2-3 prosesində ideal qazın daxili enerjinin dəyişməsini hesablayın. Deməli, daxili enerjinin dəyişməsi hansı düsturdan təyin edilir? Əvvəlcə onu yazaq. Delta U bərabərdir 2-də 3. Əgər V sabitdirsə V delta P yazırıq. P sabitdirsə V delta P yazırıq. Birdən 2-yə keçid zamanı görürük ki, V sabitdir. Onda yazırıq V delta P bərabərdir 2-də 3. V'miz V0'dır. Görürük. 1-də də 2-də də həcmimiz V0'dır. Bəs delta P nədir? 1-də P'miz P0'dır. 2-də isə 3P0'dır. Dəyişməsi 2P0 olur. Yazırıq 2P0 bərabərdir. 2-lər ixtisar gedir. Alırıq 3 V0 P0 bərabərdir 20 kJ. Cavabı da kJ soruşduğu üçün çevirmirik. Buradan V0 P0 bərabərdir 20 bölünsün 3 aldıq. İndi 2-dən 3-ə keçidə baxaq. Bu 1-2 olsun. Delta U 2-dən 3-ə baxırıq. Yenə düsturumuz 2-də 3. Bu zaman isə P sabitdir 2-dən 3-ə keçid zamanı. V dəyişir. Onda düsturumuz P delta V olur. 2-də 3. P'miz 3P0'dır. V'miz isə V0'dan 4V0'a gəlib. Dəyişmə 3V0'dır. Onda bərabərdir. 3, 3, 3. 27 bölünsün
2 P0 V0 alırıq. Bərabərdir. 27 bölünsün 3. P0 V0'ın da bayaq qiymətini tapmışdıq. 20 bölünsün 3'ə bərabərdir. Yerinə yazsaq və ixtisar etsək. Burada 27 bölünsün 2 idi. 3 ilə 27 ixtisar gedir. 9. 20 ilə 2 ixtisar gedir. 10. Cavabımız 90 kilojoule olur. 23-cü sualda mayenin qaynama temperaturu necə artırmaq olar soruşulur. Mayenin kütləsini artırmaqla deyil, azaltmaqla deyil. Mayenin kütləsini artırıb azaltmaq qaynama temperaturuna təsir göstərmir. Yəni 5 litr suda 100 dərəcədə qaynayır, 2 litr suda 100 dərəcədə qaynayır. Maye səthindəki xarici təzyiqdən artırmaqla, bəli, elə variantımız budur. Yadınızda saxlayın, temperatur xarici təzyiqdən düz asılıdır. Təzyiq artanda qaynama temperaturu da artır. Növbəti sual. Uzunluğu 2 metr, ən kəsik sahəsi 2 cm kvadratı olan polad məftildən 500 kg kütləli yük açılmışdır. Məftilin mütləq uzanmasını hesablayın deyir. Gəlin hesablayaq. Əgər cisim asılıbsa, bu zaman mj bərabərdir k delta L-ə. Bizdən də buradan delta L soruşur. Delta L bərabərdir mj bölünsün k. MJ-ni bilirik. K-nı isə öz düsturuna əsasən təyin etməliyik. K bərabərdir Y S bölünsün L0. Y Young moduldur. Mötərizədə qiyməti verilib. 2 vurulsun 10 üstü 11 vurulsun. S-imiz 2 cm kvadratı metr kvadratına çevirəndə 2 vurulsun 10 üstü mənfi 4 edir. L0'ımız 2 metrdir. Yerinə yazırıq. İxtisar getdi. Alınır. 2 vurulsun 10 üstü 7. K'nın qiymətini burada yerinə yazsaq, evimiz 500, J'miz 10, K'mız isə 2 vurulsun 10 üstü 7. Və bir də cavabı millimetrlə soruşur. Millimetri çevirmək üçün metri 1000'ə vurmalıyıq. Yəni 10 üstü 3'ə vurmalıyıq. Onda yukarıda 3 0, burada 3 0, 6 0, aşağıda 7 0'dır. Qaldı 1 0, 5'i 20'ye böləndə cavabımız 0, 25 alınır. 25-ci sual. Səthi gərilmə əmsalının qüvvədən asılılığını soruşur. Səthi gərilmə əmsalının düsturunu yazırıq. Bərabərdir. F bölünsün L. Amma bu düsturda heç birindən asılı deyil. Yəni cavabımız D variantı. 26-cı sualda doğru ifadələri soruşur. Elektroskopun iş prinsipinə əsaslanıb əks şirali yüklərin bir-birini cəzb etməsinə. Deməli, elektroskopa yüklü cisim yaxınlaşdırıb uzaqlaşdıranda elektroskopun lövhələri bir-birindən aralanır. Lövhələrin bir-birindən aralanmağı bu deməkdir ki, eyni işarəli yüklər bir-birini itələyir. Və yüklər arasında qarşılıqlı təsir qüvvəsi var. Qarşılıqlı təsirdən bir-birini itələyirlər. Yəni cavabımız 2, 3. 27-ci sualda uyğunluğun müəyyən olması tələb olunur və müsbət yükdən söhbət gedir. Bilirik ki, intensivlik xətləri müsbətdən mənfiyə doğru yönəlir. Bizim yükümüz də müsbətdir. Yuxarıya doğru gedir. Hərəkət istiqaməti yuxarıdır. Müsbəti isə mənfi özünə doğru çəkəcək. Yəni qüvvə də yuxarıdır. Qüvvə ilə yer dəyişmə eyni istiqamətdə olduğundan iş müsbətdir. Birincidə iş müsbətdir. Müsbət yükü zərrəcik sahə istiqamətində hərəkət edəndə potensial enerjisi azalır. Sahənin əksinə isə potensial enerji artır. Mənfidə tam əksinə olur. Deməli, AB hissəsində müsbət iş gördü. Yəni A, bir də potensial enerjisi azalır. D variantı. BC hissəsinə ekvipotensial səth deyilir. Çünki intensivlik xətlərinə perpendikulyardır. Burada potensial dəyişmir. Potensial dəyişmirsə, iş bərabərdir 0-a. Yəni potensial enerji də dəyişmir. İş 0, potensial enerji dəyişmir. Uyğundur B, Y. C, A-da isə yükümüz aşağıya doğru hərəkət edir. Müsbət yükdür, mənfiyə doğru çəkilir. Yəni qüvvəmiz yenə yuxarıdır. Qüvvə yuxarı, yer dəyişmə aşağı olduğu üçün işimiz mənfidir. A kiçikdir 0.
Bayaq dediyimiz kimi müsbət yükü zərrəcik sahə istiqamətində hərəkət edərsə potensial enerjisi azalır. Sahənin əksinə hərəkət edirsə potensial enerjisi artır. Deməli, potensial enerji artır. 28-ci sualda yükləndikdən sonra mənbədən ayrılmış müstəvi kondensatorun elektrik sahəsinin intensivliyi modulunun lövhələr arasındakı məsafədən asılılıq qrafiki hansıdır soruşulur. Y bərabərdir U bölünsün D. Amma bu düsturdan gedə bilmərik. Çünki yükləndikdən sonra mənbədən ayrılmış deyir. Yəni, Q bərabərdir konstant. Bu deməkdir ki, bizim ifadəmizdə Q mütləq olmalıdır. Gəlin onda bu düsturu davam edək. Onun düsturunda Q bölünsün C qoysaq yerinə, olur Q bölünsün C və bir də aşağıda D'miz var idi. İndi C'nin düsturunu açaq. Q bölünsün epsilon epsilon 0 S bölünsün D vurulsun D. D'lər ixtisar gedir. Qalır Q bölünsün epsilon epsilon 0 S. Buradan görürük ki Y D'dən asılı deyil. Yəni cavab C variantı. 29-cu sual. Kondensatorun gərginliyinin 12 gün asılı qrafiki verilib. Elektrik sahəsinin enerjisini soruşur. Enerjimiz bərabərdir. Q bölünsün 2. Q'müz 50 millidir. Yazırıq. 50 vurulsun 10 üstü mənfi 3. U'muz 8 və aşağıda da 2. 8'den 2 ixtisar gedir 4. 4'ü 50'ye vuranda 200 vurulsun 10 üstü mənfi 3. Cevabımız 0 onda 2 C. Növbəti sual. Mis naqilin en kəsiyin sahəsini dəyişmədən uzunluğunu 2 dəfə artırdıqda onun müqaviməti necə dəyişər? Bilirik ki R bərabərdir. Rho L bölünsün S. Sahəni dəyişmirik. Misdən söhbət gedir. Uzunluğu 2 dəfə artırsa, müqavimət də 2 dəfə artacaq. 31-ci sual. Verilmiş elektrik dövrəsində A1 ampermetrin göstərişi 4 amper olarsa, A2 ampermetrin göstərişini müəyyən edin. Deməli, A1'imiz 4 amperdir. A2'ni tapmaq lazımdır. Bilirik ki, yuxarıdakı müqavimət 2 ohmdur. Aşağıdakılar rezistorlar ardıcıl qoşulub. Bu zaman müqavimət toplanır. 1 və 3. Aşağının müqaviməti olur 4 ohm. I bərabərdir. U bölünsün R düsturuna əsasən paralel qoşulma zamanı U konstantdır. I ilə R bir-birindən tərs asılıdır. Yuxarı 2 ohm. 2 ohma 4 amperdirsə, onda aşağı 4 ohm oldu. 4 ohmda 2 amper olacaq. Çünki tərs asılıdır. Aşağı 2 amper, yuxarı 4 amper. Onda deməli 6 amper cəryanımız var imiş ki, gəlib burada 2 yerə ayrılıb. Onda A2'nin göstərişi olacaq 6 amper. Növbəti sual. Qapalı dövrənin faydalı iş əmsalını hesablayın deyir. Faydalı iş əmsalı bərabərdir. U bölünsün epsilon. Onun düsturunu bilirdik ki, epsilon R bölünsün R plus R'ə bərabərdir. Bu düsturu epsilona böləndə epsilonlar ixtisar gedir, qalır R bölünsün R plus R vurulsun 100%. Qiymətləri yerinə qoysaq, ardıcıl birləşib, ardıcıl birləşmə zamanı müqavimət toplanır. Onda ümumi müqavimətimiz 9, aşağıda 9 plus 1 vurulsun 100%. Aşağı 10, ondan 100 ixtisar gedir, qalır 10, onu 9'a vuranda 90%. 30-cu sual. Eyler-Venn diaqramı verilib. Qazlar və elektrolitlər. Adi şəraitdə elektrik cəryanını keçirtmir. Təbii ki, qazlar. Çünki qaz atomları normalda neytraldır. Biz onu keçirici hala salmaq üçün o neytral atomları parçalamalıyıq. Yəni, adi halda keçirtməyən qazdır. Adi şəraitdə elektrik cəryanını yaxşı keçirdir. Bəli, elektrolitlər 2. Yük daşıyıcılar sərbəst elektronlardır. Qazlar. Qazlarda yük daşıyıcılar elektronlar və müsbət mənfi yüklü iyonlardır. Elektrolitlərdə isə sadəcə müsbət və mənfi iyonlardır. Deməli, sərbəst elektronlardır, qazlara getdi. Müsbət iyonlardır, mənfi iyonlardırsa hər ikisinə gedir. 4, 5. 1, 3, 2, 4, 5.
Konturda keçən maqnit seli 2 saniyə ərzində 36 mV-dən 0-a qədər azaldı. Kontur müqaviməti 6 ohm olarsa, onda yaranan induksiya cəryan şiddətini hesablayın soruşulur. Bilirik ki, I bərabərdir induksiya cəryan şiddəti bərabərdir epsilon bölünsün R-ə. Epsilonu isə mənfi delta fi bölünsün delta t düsturuna əsasən tapa bilərik. 2 saniyə ərzində 36-dan 0-a qədər azalıb. Yəni dəyişməmiz 36-dır. 0-a qədər azalıb son qiymətdən başlanğıc qiymətini çıxırıq. Qarşısında da bir dənə mənfi var. Olur onda 36 bölünsün 2. Cavabımız 18. Yerinə yazsaq 18 bölünsün müqavimətimiz 6. Cavab 3. 35-ci sualda hansı ifadələr doğrudur? Bir cism maqnit sahəsinin induksiya xətlərinə perpendikulyar istiqamətə daxil olan yüklü zərrəciyin sürətini artırdıqda Lorentz qüvvəsi artarmı? Lorentz qüvvəsinin düsturu perpendikulyar daxil olanda Q və B düsturudur. Sürəti artıranda təbii ki, Lorentz qüvvəsi də artacaq. Deməli, 1 doğrudur. Dövrətmə periodu, dövrətmə tezliyini soruşur. Dövrətmə periodunu tapanda T bərabərdir 2pi R bölünsün V. Amma burada bu düstura əsasən gedə bilmərik. Çünki radiusunda içərisində V-nin düsturu var. Biz bilirik ki, R bərabərdir NV bölünsün QB düsturu ilə təyin olunur. Buradakı V ilə buradakı V ixtisar gedir. Düsturumuzda qalır 2pi M bölünsün QB. Yəni periodda tezlikdə sürətdən asılı deyil. Yalnız cavabımız 1. 36-cı sual. Hansı ifadə və ya ifadələr doğrudur? Sabit maqniti sarğaca yaxınlaşdırırıqsa, gəlin görək nə baş verər. Yaxınlaşdırırıq. Sarğası induksiya cəryanı yaranır. Bəli, induksiya cəryanı maqnit hərəkət edirsə yuxarı aşağı bu zaman yaranır. 1 doğrudur. Sarğac maqniti cəzb edər. Xeyr, təbii ki, maqniti yaxınlaşdırırıqsa sarğac maqniti itələyir. Maqnit uzaqlaşsaydı cəzb edərdi. 2 səhvdir. Sarğacdan keçən maqnit seli azalır. Xeyr, səhvdir. Maqnit seli N-dən çıxır, S-ə doğru yönəlir. Yaxınlaşdırdıqca daha çox vektor keçir sarğacın içərisindən. Ona görə maqnit seli artır. 4. 1, 4. Sarğacın induktivliyini və ondan keçən cəryan şiddətini 2 dəfə azaltdıqda maqnit sahəsinin enerjisi necə dəyişər? Enerjinin induktivlik və cəryan şiddətinə olan düsturu L I kvadratı bölünsün 2-dir. İnduktivliyi 2 dəfə azaldıb. Ona görə maqnit sahəsinin enerjisi də 2 dəfə azalır. Cəryan şiddəti də 2 dəfə azalıbsa, enerji 4 dəfə azalır. Yekun olaraq 4 dəfə 2-nin 8 dəfə azalır. 38-ci sualda Q-nin ifadəsini verib, tutumu verib və elektrik sahəsinin enerjisini soruşur. Enerjinin Q və S olan düsturu 2 kvadratı bölünsün 2S-dir. Maksimal qiymətlərini soruşur. Q-nin ifadəsini Q bərabərdir QM sinus omega T. Sinusun qarşısında duran bizə QM-i verir. Onda Q-müz 0,2-dir. 0,2-nin kvadratı 0,4 olacaq. 2 vurulsun. S'miz 4 millifaraddır. Milli 10 üstü mənfi 3 deməkdir. Yuxarıya qalxanda 10 üstü 3 olur. Bərabərdir. Cavabımız olacaq 5. 0,4'ü vuranda 40 eləyir. 40'ı da 8'e böləndə cavab 5 olur. Elektromaqnit dalğası vakuumla mühitə keçərkən sürəti 2 dəfə azaldı. Bu halda dalğa uzunluğu və tezliyi soruşur. Dalğa uzunluğu T bərabərdir V vurulsun T'yə. Yəni sürət 2 dəfə azalıbsa dalğa uzunluğu da azalacaq. Dalğa uzunluğu azalır. Bəs tezliyi? Tezliyi isə mühitdən digər mühitə keçən zaman dəyişmir. Tezlik, period bunlar bir mühitdən digər mühitə keçən zaman dəyişmir. Azalır, dəyişmir. Cavabımız
Belə olur. 40-cı sual. Aktiv müqamətli dəyişən cərəyan dövrəsində cərəyan şiddətinin zamanası qrafiki verilmişdir. Müqamət verilib və gərginliyin amplitud qiymətini soruşur. OM bərabərdir. IMR. İ'nin maksimal qiyməti 4-dür. R'imiz də 20. Cavab 80 volt. 41-ci sual. Cismin müstəvi güzgüdə xəyalı necə alınır? Müstəvi güzgüdə xəyal alan zaman, tutaq ki, bu bizim güzgüdür. Burada bir cismimiz var. Bu cismin xəyalını alan zaman ne edirik? Güzgünün hər iki tərəfinə şüa çəkirik. Bu şüalar güzgüdən əks olunur, qayıdır. Və bu qayıdan şüaların uzantılarının kəsişdiyi nöqtədə cismin xəyalı alınır. Buradan gördük ki, şüaların özləri yox, uzantıları kəsişir. Bu o deməkdir ki, xəyalımız məfhumudur. Kiçildilmiş yox, özü boyda alınır. Tərsinə deyil, xeyr, olduğu kimi düzgə baxanda özümüzü tərsinə görürük ki, düzünə görürük, tərs deyil deməli və həqiqi deyil, çünki şüalar özləri yox, uzantıları kəsişir. Yalnız 2. 2F nöqtəsindən keçərək çökük güzgüyə düşən bir şüasının sonraki yolu hansıdır? Əgər güzgünün üzərinə 2F-dən şüa düşürsə, öz üzərindən də geri qayıdır. Yəni, cavabımız 3 olur. Güzgünün üzərinə paralel gələn işıq şüaları güzgüdən əks olunaraq F-dən keçir. F-dən gələn işıq şüaları əks olunur, paralel keçir. Güzgünün mərkəzinə gələn işıq şüaları isə elə mərkəzdən də digər tərəfə qayıdır. Dediyimiz kimi 2F-dən gələn öz üzərindən geriyə qayıdır. Cavabımız 3. Linzanın fokus məsafəsinin linzadan xəyala qədər olan məsafədən asılı qrafiki hansıdır? Fokus məsafəsi təbii ki, F-dən və D-dən asılı deyil. Fokus məsafəsi linzanın əyrilik radiusundan, bir də mühitlə linzanın sındırma əmsalından asılıdır. Başqa heç nədən asılı deyil. Yəni F-dən D-dən asılı deyil A variantı. Difraksiya qəfəsinin spektrində birinci tərtib, yəni K-mız 1-dir. Maksimum üçün meyl bucağının lampdan asılı qrafiki verilib. A nöqtəsinə uyğun dalğa uzunluğunu soruşur. Deməli, düsturumuz D sinus fi bərabərdir K lambda. Sinus fi lambdadan düz asıdır. Onda deməli, D-miz sabitdir. Bilirik ki, D sabitdir. D-yə baxmırıq. K-nı da 1 verib. Sinusla lambda düz asıdır. Bu zaman 1-ə 600 uyğundursa 0.5-ə də 300 dalğa uzunluğu uyğun olacaq. 45-ci sualdan potensiallar fərqini verib alfa zərrəciyin kinetik enerjisinin dəyişməsini soruşur. Kinetik enerjinin dəyişməsi, yəni delta kinetik bərabərdir Q fi 1 çıxılsın fi 2-yə bərabərdir. Burada Q-nün yerinə alfa zərrəcikdən söhbət getdiyi üçün alfa zərrəcik bilirik ki, helium 2, 4-dür. Yük ədədimiz 2-dir. Ona görə 2Y-yə bərabər olacaq. Yerinə yazsaq 2 vurulsun y'miz 1/6 vurulsun 10 üstü mənfi 19. Potensiallar fərqi də 15'dir. 2'ni 15'e 30. 30'u 1/6'ya vuranda 48 vurulsun 10 üstü mənfi 19. Cavabı 4/8'den verib. Olur 4/8 vurulsun 10 üstü mənfi 18 joule. Udulan fotonun enerjisi 4 elektron volt olduqda fotoelektronların kinetik enerjisi 3 elektron voltdur. Udulan fotonun tezliyi 2 dəfə artda fotoelektronun kinetik enerjisini hesablayın deyir. Deməli, birinci halda bərabərdir 4 elektron volta. Kinetik enerji də birinci halda bərabərdir 3 elektron volta. Onda deməli, fotoeffekt üçün Einstein tənliyini yazsaq, bərabərdir A çıxış üstəgən Y kinetik. Buradan A çıxışı tapsaq, udulan fotonun enerjisindən kinetiki çıxmalıyıq. Yəni 4 çıxılsın 3, alırıq 1 elektron volt. Çıxış işi dəyişmir, eyni metaldan söhbət getdiyi üçün. Onda ikinci halda çıxış işini yerinə 1 qoyub kinetik enerjini tapa bilərik. Eyni ifadədən kinetik enerjini tapanda
foton enerjisindən çıxış işini çıxmalıyıq. İkinci halda foton enerjisində necə tapırıq? Tezliyi 2 dəfə artıb deyir. Foton enerjisi bərabərdir h nöyə. Tezliyi 2 dəfə artıbsa, enerji də 2 dəfə artmalıdır. Enerjinin əvvəlki qiyməti 4 idi. 2 dəfə artdısa, olur 8 elektron volt. Çıxılsın, çıxış işi də 1 elektron voltdur. Onda alırıq ki, kinetik enerji 7 elektron voltdur. 47-ci sualda hidrogen atomu əsas haldadır. İkinci enerji səviyyəsində hidrogen atomunun ionlaşma enerjisini soruşur. Deməli, Y bərabərdir. Bilirik ki, mənfi Y0 bölünsün N kvadratı. Burada N neçənci səviyyəyə keçirsə onu qoyuruq. İkinci enerji səviyyəsini keçdiyi üçün N-in yerinə 2 yazacağıq. Mənfi 13/6 bölünsün 4. Cavab edir mənfi 3/4 elektron volt. İyonlaşma enerjisi isə modulda Y-yə bərabərdir. Yəni, cavab elə 3/4-ə bərabərdir. 48-ci sual. Litium 3-7 növəsinin xüsusi rabitə enerjisi epsilon olarsa, rabitə enerjisi nəyə bərabərdir? Bilirik ki, xüsusi rabitə enerjisinin nukleonların sayına nisbətidir. Nukleonların sayı da bilirik ki, yuxarıda yazılır. Onda buradan rabitə enerjisini tapsaq, bərabərdir epsilon vurulsun A-ya. Epsilon vurulsun, A-mızın sayı 7'dir. Cavabımız 7 epsilon Y variantı. 49-cu sual. Elementar zərrəciklərin qeydə alınması üçün hansı cihazlardan istifadə olunur? Wilson kamerasından istifadə olunur. Difraksiya qəfəsi dağıcılığını ölçmək üçündür. Geiger sayğacında qeydə alınır. Osiloqrafda elektromaqnit əkslərini müşahidə etmək üçündür. Cavabımız 1-3. Və nəhayət 50-ci sonuncu sual. Faydalı iş əmsalı 30% olan avtomobil mühərrikinin benzinin kütləsinin zamandan asılı qrafiki verilib, sürət verilib və dartı qüvvəsini soruşur. Faydalı iş əmsalının düsturunu yazsaq, A faydalı bölünsün, A tamdır. Vurulsun 100%. Faydalı iş dartı qüvvəsi ilə nə qədər yol qət eləyirsə odur. Yəni F vurulsun S. Bəs tam işi nədir? Nə qədər yanacaq sərf eləyirsə, o yanacaqdan ayrılan istilik miqdarıdır. Yəni QM. Vurulsun 100%. Buradan F-i tapsaq və bir də diqqət eləmək lazım ki, burada bərabər sürətli hərəkət deyir. S-in yerinə VT yazacaq. Onda F bərabərdir. Q vurulsun M bölünsün. S-in yerinə VT yazaq. Vurulsun 100%. Qiymətləri yerinə yazsaq. Etamız 30. Q'müz 46 megajouldur. Yəni 10^6 yazacağıq. Kütləmiz 7.2 və yaxud 3/6 yaza bilərdik. 3/6 yazaq. Bölünsün. V'miz 23. T isə 1 saat, yəni 3600 saniyə. Vurulsun 100%. 46 ilə 23 ixtisar gedir. Yuxarıda 2 qalır. 3600 ilə 3/6 ixtisar gedir. Aşağıda 1000 qalır. 1000, burada da 2 0, aşağıda 5 0 var. Onda hamısını 10^6 ilə aparırıq. Yuxarıda bir dənə 0 qalır. 30 vururuq 20-yə. Cavab 600 Newton.